Ruslar ona elə çox yaxın tikililər olanlara ona muraveynik deyirlər. Yəni bu qarışqaların evləri belə yan-yana tikirlər. Yəni o tiplə muraveynik adlandırırlar yan-yana. Mən sizə razıyam. Elə yaxın tikmək bu təhlükəsizlik baxımından da çox təhlükəlidir də, yəni elə binaların olmağı. Çox təhlükəlidir. Yəni çox təhlükəlidir. Fikir versəniz, biz ümumiyyətlə pəncərəsi böyük olan evlər alırıq. Amma nədənsə həmişə ilk birinci gördüyümüz 3 qatlı pərdə sistemi ilə örtürük onu. Niyə? Əslində sevirik, istəyirik olsun. Amma qonşunun kənar baxışları o qədər var ki, çünki o binanın yan-yana olması o bizə diskomfort yaradır. Hansı evdə 3 qatlı pərdə istifadə edirlər? 3 qat atırlar o pərdəni, siz düşünün. Amma belə pəncərə panoraması olsun, görüntüsü yaxşı olsun, çölü görüm. Nə vaxt görürsən o çölü? Bina o qədər yaxındadır ki, sən onu çölə baxa bilmirsən axı. Bu şərtlərə biz ümumiyyətlə əməl etmirik. Nə tikintidə əməl etmirik, nə təhlükəsizlik baxımından əməl etmirik. Yəni sadəcə olaraq ev bizim üçün ümumiyyətlə müqəddəs bir yerdir. Yəni biz xalq olaraq evə yığılmağı, evdə qonaq qəbul etməyi sevən bir xalqıq. Amma o artıq bizim o məhrəm deyirlər də. Elə bir ki, məhrəm zonamıza keçiblər onlar bizim. Binalar o qədər bir-birinə yaxındır ki. Yəni, həqiqətən də o evin içində özünü tək hiss eləmirsən. Pərdə çəkilməmiş normal hərəkət eləmək mümkün deyil.